Salam əziz abituriyentlər. Bugün qəbul tipli suallardan 21-ci suala baxacağıq. Böyük Qafqaz dağlarının sxeminə əsasən A nöqtəsinə aid olan əlamətləri müəyyən edin. A nöqtəsi yerləşir 800-2000 arasında. Böyük Qafqazda 800-2000 arası meşə qurşağıdır. Deməli, biz meşəyə aid olan əlamətləri, meşə qurşağına aid olan əlamətləri seçəcəyik. Birinci, alt çəmənliklərindən yuxarıda yerləşir. Meşədən yuxarıda alt çəmənlikləri yerləşir. Bu yanlışdır. Bir olan cavabları çıxmalıyıq. 2. Kimyəvi və üzvü aşınmaya məruz qalır. Bəli, meşə örtüyü olan ərazilərdə, Böyük Qafqazda həmin ərazilər kifayət qədər rütubətli ərazilərdir. Orada həm kimyəvi aşınma çoxdur. Bitkilər, canlılar aləmində çox olduğu üçün üzvü aşınma çoxdur. 2 doğrudur. Dağ, çəmən, torpaqları üstünlük təşkil edir. Bu yanlışdır. Meşədə, dağ meşələrində qəhvə və qonur dağ meşə torpaqları üstünlük təşkil edir. 4-cü, səpələnən radiasiyanın payı üstündür. Kifayət qədər buludlu, yağıntılı yer olduğu üçün səpələnən radiasiyanın payı üstündür. 3 olan cavabları çıxmalıyıq. Doğru cavab olur 2, 4, 6. Dağ meşələri yayılır, bəli. Doğru cavab A variantı. 5-ə baxaq. Əkinçilik ancaq suvarma şəraitində mümkündür. Deməli, dağ meşələrində, dağ meşə qurşağında əkinçilik dəmiyə şəraitində mümkündür. Suvarma Azərbaycanda düzən ərazilərə və alçaq dağlıq ərazilərə, dağətəyi ərazilərə məxsusdur. Deməli, doğru cavab oldu 2, 4, 6.